Hər vaxtınız xeyir dostlar. Hər birinizi salamlayıram. Bugün Canva interfeysi haqqında ümumi məlumatları öyrənəcəyik. Tutaq ki, nəsə bir dizayn axtarırıq, hazırlamaq istəyirik. Bunun üçün biz şirkətin məqsədləri, hədəfləri, mövzusu, sahəsi, istiqaməti bunları özümüz üçün bir kənarda yazırıq. Onlar bizdən nə istəyir? Yəni necə bir dizayn istəyir? O haqqda öncədən biz belə deyək də araşdırırıq. Daha sonra bir cızma-qara eləyirik özümüz üçün. Nə harda olacaq, nəyi harda yerləşdirəcəyik, qarmaq cümləmizi, setiamızı. Burada biz dizaynımızın növünü seçə bilərik. Şəkildimi, qovluqdumu, videodumu. Daha sonra necə bir şey hazırlamaq istəyiriksə, təqdimatmı, sənətmi. Baxın, burada gördüklərinizin hər biri burada da var, kateqoriya olaraq. Yəni bunları edirik. Daha sonra əgər tək işləyiriksə, tək işləyirik, yox əgər kimlənsə işləyiriksə, komanda ilə işləyiriksə, burada da müəyyən izinləri verə bilirik. Artıq burada bizim mövcud dizaynlarımızı axtarmaq üçündür, mövcud dizaynlarımızı. Amma biz sıfırdan dizayn yaratmaq istəyiriksə, baxın, burada yaradın bölməsi var. Və biz burada nə yaratmaq istədiyimizi yazırıq. Portfolyomu, CV-mi, logomu, postmu, nəsə onu yaradırıq. Buradan da seçə bilərik. Məsələn, biz istəyirik reklam postu hazırlamaq. Bu bizim A1 səhifəmizdir. Bir məsələn, gözəllik salonu ilə bağlı bir nəsə hazırlamaq istəyirik. Buradan seçə bilirik. Eyni ilə başqa bir dizayn olsun, fərq etməz. Yenə biz yazıb burada müəyyən dəyişikliklər edə bilərik. Məsələn, sport idmanla bağlı bir poster hazırlamaq istəyirik. Baxın, burada şablon. Tutaq ki, mənim məqsədimdə belə bir şey var hazırlamaq. Buradakı qrafikləri dəyişə bilirəm, rəngini dəyişə bilirəm, ölçüsün və s. animasiya verə bilirəm. Və yaxud da silib başqa bir şey əlavə etmək istəyirəmsə, onu əlavə edirəm bura. Burada elementlər bölməsi var. Hər hansısa bir elementi axtarıb qoya bilərik. Sport yazıb elə bununla bağlı bir şeylər axtarıb qoya bilərəm. Rəngini də dəyişə bilirəm. Və yaxud da buna kölgə vermək istəyirəm, effekt vermək istəyirəmsə, burada Redacted bölməsindən baxın, arxa fonu silmə var. Müəyyən burada effektlər var ki, istifadə edə bilərik. Belə stilini dəyişə bilirəm, canlı film formatı və s. Filtrlər verə bilirəm və burada kölgələr, effektlər bölməsində kölgələri tapıram. Bu daha biraz canlılıq yaradır. Tutqunluğunu artıra və ya azalda bilərik. Burada mockup odur ki, hansısa bir, məsələn, paltar dizayn etmək istəyirəm və yaxud da nəsə, həmin logomu aparıb paltarın və ya dəftərin üzərinə, ya nəyinsə üzərinə onun görünüşünü görmək üçün istifadə olunur. Tutaq ki, fincan üzərində bir dizaynın yerləşdirilməsi falan. Müəyyən fiqurlar olur ki, biz orada makapdan istifadə edə bilirik. Bir şəkil əlavə eləyək. Arxa fonu necə silirik? Bu daha çox pro versiyalarda olur. Digər versiyalarda, yəni adi Canva'da bunu istifadə etmək biraz çətindir. Əlavə proqramlara ehtiyac var. Bunlar silinsin. Kölgələr var ki, daha dinamik, fotoya daha canlılıq qatan kölgələrdən istifadə edə bilərik. Tutaq ki, məsələn bu. Və ya burada qradiyentlərdən istifadə edə bilərik. Aşağı, yuxarı hissələrdəki boşluqları doldura bilərsiniz. Mövqe olaraq burada biz arxa fona əlavə edirik. Baxın, bu geriyə atmaq bir addım geri, yəni yazdan geriyə atmaqdır. 2 addım arxaya atmaq, backgrounddan da arxaya atmaqdır. Ona görə biz bir addım geriyə atırıq, yazımız aydın görsənsin. Animasiya hissəsindən animasiyalar verə bilərik. Yəni, bütün hər bir şeyə burada animasiya verə bilərik. Şəffaflığı da buradan artıra və ya azalda bilərik. Bu hissə ilə işimiz bitdi. Daha sonra gəlirik yenə mətn hissəyə. Mətn hissədə biz başlıq əlavə etmək istəyiriksə, bu hissədən əlavə edə bilərik. Tətbiqlər çox gözəldir. Yəni, burada bizə müəyyən funksiyalar, müəyyən, belə deyək də, şablonlar verir ki, biz onlarla çox rahat vizuallar hazırlaya, əldə edə bilərik. Elə, məsələn, birini tutaq ki, bundan basketbol yazaq.
Burada yazıya verilən effektləri. Biz bunu dizaynımıza görə harda istəyiriksə orada yerləşdirmək, fərqli bir şeylər etmək, o zaman istifadə edirik. Dizaynımıza uyğun müəyyən yazı effektlərindən istifadə edə bilərik. Burada başqa bir yazı effektləri var. Məsələn, belə audio əlavə etmək var. AI ilə də hazırlaya bilərsiniz. Eyni zamanda burada bir dəqiqə elementlər hissəsində biz AI ilə də şəkillər yarada bilərik. Bunu silirik. Kölgəni də silək. Gəldik brend bölməsinə. Brend bölməsi artıq marka imicinin formalaşdırılmasında istifadə olunur. Biz burada loqolar, rənglər, hansı şriftlərdən istifadə edirik, onlar, brendinizin səsi, yəni şüarlar, fotoqrafik, ikon və s. əlavə edirsiniz və sizə çıxan şablonlar əsasında öz loqonuzu hazırlaya bilərsiniz. Yükləmələr hissəsində biz artıq qaleriyamızda və yaxud da qovluqlarımızda, sənədlərimiz içərisində olan hər hansısa bir materialı biz öz dizaynımıza əlavə edə bilirik. Alətlərə baxaq, nə təsvir etmək istəyiriksə, biz bundan istifadə edə bilərik. Rəngin buradan ayarlayırıq. Tutaq ki, sarı rəng. Qalınlığını seçirik. Nə isə yaza bilirik. Videonun və ya materialın QR'ını yaratmaq istəyirsinizsə postun üzərində, bura həmin linki əlavə edib QR yaradıb burada istifadə edə bilərik. Faylınızı buradan adlandırırsınız. Məsələn, post dizayn. Ayarlar hissəsində biz postumuz artıq kənar hissələri kəsibmi, onları yoxluyuruq. Baxın, bu xəttlərdən kənara çıxmaq olmaz. Loqonu bura yerləşdirmək olmaz. Baxın, bu hissələrə yerləşdirə bilərik loqonu ancaq. Hansısa bir fayla bu dizaynınızı köçürürsünüz MOV vasitəsilə. Dizaynı kopyalayırsınız ki, bunun orijinalı qalsın. Digərinin üzərində başqa dəyişiklik edib başqa bir post yaradasınız. Versiya tarixçəsi isə bizim postumuzun ilkin versiyasıdır. Yəni biz hardan hara gəldik, onun ilk variantıdır. Dizayn ölçüsünü dəyişə bilər. Tutaq ki, mən həm Facebookda paylaşıram, həm Instagramda. Hər platformanın özünə görə paylaşım. Biz animasiya eləmişik deyə belə görsənir. Baxın, bu mənim hazırladığım dizayndır. İndi isə gəlin biz bunun tarixçəsinə baxaq görək. Bu əvvəl necə dizayn olub. Belə dostlar, bugünlük bu qədər. Əgər nə isə anlatmadımsa, nə isə sizə qaranlıq qaldısa, soruşmağı unutmayın. Sağ olun.